Sosial şəbəkələrdə kustar üsulla hazırlanan üz kremləri istifadəçilərə təklif olunur. Problem ondadır ki, bu kremlərin qabının üzərində nə ad, tərkib, hansı üsulla hazırlandığı, nə də istifadə qaydaları yazılır. Bu səbəbdən belə, mənşəyi məlum olmayan kremlərdən istifadə ciddi təhlükələrə yol aça bilər. İnsanlar əvvəldən istifadə olunma qaydalarını bilinmir. Məsələn, üz kremini bəzən göz altına falan vururlar. Bu olmaz. O yazılmır. Bunu bilməyən insanlar var. Ya da gözünə vurulsa nə etməli olduğunu bilinmir. O instruksiya hamısı yazılmalıdır. İkincisi, ev şəraitinin nətər olduğu bilinmir. Baxır kim hazırlayır, hansı şəraitdə hazırlayır. Əgər ixtisasca kosmetoloqdursa, hardasa 50-50-yə inanmaq olarmı, belə yox. Heç vaxt öz dərimi risk atmaram. Sənaye üsulu ilə hazırlanmış kosmetik vasitələrdə bir standartlar qorunur. Xarab olmasının qarşısını almaqdan ötürü xüsusi qoruyucular vurulur ora. O qoruyucular ev şəraitində adətən hazırlanan, yəni kosmetik vasitələrdə adətən istifadə olunmur bunların istehsalında. Ona görə də bu məhsullarda bakterial göbələk florasının artmasına gətirib çıxarda bilər və bunların istifadəsindən sonra pasientlərin üzündə göbələk infeksiyaları, bakterial infeksiyalar, sızanaqlar bu kimi problemlər gətirib çıxarda bilər. Mütəxəssislər həkim məsləhəti olmadan, eyni zamanda tərkibi və mənşəyi bilinməyən bu kimi məhsullardan istifadədən çəkinməyi məsləhət görürlər.